Ata və 2 oğlun birlikdə 54 yaşı var. 5 ildən sonra atanın yaşı 2 oğlunun birlikdə yaşından 2 dəfə çox olacaqdır. Atanın indi neçə yaşı var? Tutalım atanın yaşı və oğullarının yaşı olaraq qeyd edək. Birlikdə 54 yaşı var. Atanın x yaşı olsun, oğlanların olacaq. Onda 54 çıxılsın x. 5 ildən sonra həm atanın yaşı 5 yaş artacaq, həm də oğulların hər birinin ayrı-ayrılıqda 5-5 yaşlar artacaq. Deməli, cəmi 10 yaş artacaqlar. Daha doğrusu üstəgəl 10 olacaq. 2 oğlun birlikdə yaşından 2 dəfə çox olacaq. Atanın yaşı 2 dəfə çox olacaqsa, x plus 5 bərabər olmalıdır. 2 vurulsun. 54-dən x çıxıb üzərinə 10 gəldikdə, bu 64 çıxılsın x verər bizə. Deməli, x plus 5 bərabərdir. 2-ni 64-ə vursaq 128 çıxılsın 2x. 2x-i sol tərəfə keçirsək, x üstə gəlsin 2x bərabərdir 128 çıxılsın 5. 3x bərabərdir 123, x bərabərdir 41. Deməli, atanın 41 yaşı olacaq.